İtirilmiş İsmət. Yenə də hara belə ay mətbəx gözəli. Gəldiyin elə indidir ki. Heç olmasa biraz nəfəsini dərəydin, tərin soyuyaydı, ondan sonra çıxıb gedərdin. Mən sizdən heç baş çıxara bilmirəm, xanım. İndici özünüz məni işdən qovmadınız? Bir bunun üz gözünə bax. Sifətini gör necə turşudub. Mən bir söz idi dedim. Sən nə vaxtdan belə sözə qulaq asan olmusan? Gəl başını sal aşağı gedişinlə məşğul ol. Zəhləmi tökmə. Onda bir şərtlə, xalacan. Bunun nazına bir bax. Bu mətbəxdə qab-qacaqları yub təmizləməyə, biş-düş eləməyə, silib süpürməyə istəyən qədər işçim var. Hamısı da başıma dolanır. Bircə o qalmışdı ki, Hümeyrə xanım nazlana-nazlana dolanıb mənə şərt qoysun. Bəlkə elə bilirsən, sənsiz mətbəxin işləri tökülüb qalacaq. Yaxşı, ay mətbəximizin xanım xatını, hələ bir də görüm şərtin nədir? Şərtin budur ki, qaşqabaq eləməyəsən. Üstümə dil ötməyəsən, sorğu-sual eləyib davadalaş salmayasan, xəbərçin də məni təqib eləməsin. Mən sənin üçün pula satılan nökərlərdən deyiləm. Sən məndən iş də belə, mən də işləyim. Onda bəs mən burada nə karəyəm ay qız? Bu mətbəxin bütün işlərinin rəhbəri mənəm, mən. Burada pişirilən yeməyi küfənin əmiri və əyan əşrafı yeyir. Bilirsən bu nə deməkdir? Kifayətdir ki, bu qazanlardan biri zəhərli olsun. Bəlkə düşünürsən, mən öz canımın qorxusundan belə diqqət göstərirəm. Yox, xalacan. Burada qalıb işləmək heç əziyyətinə də dəyməz. Mənim fikrim yoxdur belə məsuliyyətli işdə işləyərək ömrümü bu mətbəxdə çürüdüb puç eləyim. Yox, Hümeyra, yox. Uşaq deyiləm ki, başımı aldadasan. Sənin bura gəlməkdə yəqin məqsədin var imiş. Deyəsən istəyinə çatmısan ki, mənə belə naz eləyirsən. Əcəb uzaq görənsən, xalacan. Əgər ürəyimdən belə xəbərdar edinsə, bəs niyə bu vaxta qədər məni işdən qovmamsan, hə? Mən sənə əmr vermişəm.
İşə təhkim eləmişəm, amma haqqında cəfa eləməmişəm. Gedişinlə məşğul ol, ədəbazlıq eləyib mənə naz eləmə. Mən də heç kimə bir söz demərəm. Pif, pif, pif. Buradan necə də sarımsaq soğan iyi gəlir. İyi lap adamın üstünə hopur. Gərək bu səfər pulumun hamısını ətrə verim. Sən elə sarımsaq soğan ilə də ürəkləri fəth eləyərsən. Ətri neynirsən? Yox xalacan, cəmaatın nə təqsiri var? Yanlarından keçəndə yazıqlar gərək iydən burunlarını tutsunlar. Sənin dərdin nədir? Sarımsaq soğan yeyim? Mənim hökmranlığım yoxsa pulunun azlığı? Hə, hər üçü mənim xalam, hər üçü. Mən ərköyün böyümüşəm. Əgər düşünürsünüzsə üstümə qışqırıb bağırmaqla xasiyyətim dəyişəcəksə, yanılırsınız. Mənim xasiyyətim dəyişən deyil. Sən mənə axmaq sayırsan Hümeyra? Mütləq nəsə olub ki, sən belə dil çıxarıb mənim qarşımda ədəbazlıq eləyirsən. Deyəsən buradan da sərfəli yer tapmısan. Bəlkə cənab xəzinədar nəsə bir söz verib, hə? Görürsən xala, görürsən necə cəmaatın işinə qarışırsan. Ged öz xəbərçindən soruş. Yəqin mənlə cənab xəzinədarın nə söhbətlər elədiyimizi yaxşı eşidib. Niyə əziyyət çəkirsən ay xala? Gəl otur biraz dincini al. Bugün başıma oyun gəlib. 4 aylıq bir körpə laf nəfəsimi kəsdi. Elə qışqır bağır salmışdı ki, səsindən dayanmaq olmurdu. Adamın başı çatlayırdı. Allah saxlasın xalacan. Elə bir körpənin ətini kəsirdilər. Heç nə yemirdi. Nə qədər elədilər, sakitləşdirə bilmədilər. Qadınlar istədilər ona süd versinlər. Amma heç kimi yaxına da buraxmırdı. Axırda uşağı mənə verdilər. İlahi, məsləhətinə şükür. Yəqin məndən anasını iynə alırmış. Bilirsən, nə zülümlə yatırtdım onu? İndi də qorxuram, birdən durar məni yanında görməyib ağlar. Özü də oğlan uşağı idi. Ağlayanda da səsi adamın başına düşürdü. Hə? Bəs xanım hardadır? İçəridə otaqdadır. Nəsə olub? Yox. Sübh tezdən otaqdan bayıra çıxmayıb. Əhd eləyib günəş üzü görməsin. Hamilə qadınların həmişə son aylarında xasiyyəti dəyişər. Nəsə bir iş görür? Yox. Bütün gün elə can namazın üstündə oturub bədnəzər oxuyur. Xanım qorxub. İlk qarnıdır deyə qorxub. Gözləyənin gözü çıxsın, paxılında canı çıxsın. Allahümme sallam Məhəmmədin ali Məhəmməd. Öz hesabınla neçə gün qalıb? Bilmirəm xala. Hesabını itirmişəm. O qədər dərdsər var ki, heç bu uşaq yada da düşmür. Mənim hesabıma görə ya 3 gün qalıb, ya 4 gün. Ay qız, sus danışma, ayıbdır, ayıb. Sən hamiləsən yoxsa xanım? Utanmır, hələ danışır. O əlindəki də tez apar buradan. Tüstüsü hər yeri bürüdüb boğmaq istəyirsən bizi? Hə? Bunun tüstüsü dərdə dərmandır xalacan. Məni öyrədirsən qara qarğa. Reyhanə, Səlma xalanın zənbilinə yağ, xurma, çörək qoy, aparsın yetim uşaqlar üçün. Kisəyə tökdüyün o unun yarısını da ver Səlma xala aparsın. Baş üstə xanım. Allah o körpəni səxavətinə görə bağışlasın xanım. Reyhanə, çox elə də ağır eləmə xala qurban, sonra apara bilmirəm. İşləməkdən, yük daşımaqdan inan ki, belim, ayaqlarım qırılır. Al xanım, Məkkə sürməsidir. Hər dəfə dəstəmaz alanda bu sürmədən gözünə çək. Ruhun sakitləşəcək. Özündə bu qədər çox fikir çəkmə, uşağa ziyandır. Mənim bu kör gözlərimə elə Məkkə sürməsi yaraşır. Kör olsun səni gözü götürməyənlərin, paxılların gözü. Bu qara gözlərinə heyfin gəlmir. Nə xəbər var Səlma? Xoş xəbərim var sizə xanım. Bugün Küfə məscidi Mövlamız Əliyə beyyət olunan gün kimi küfəlilərlə dolu idi.
Bir qiyamət var idi. Öz qulağımla eşitdim ki, 18 min küfəli Müslüm İbn Əqillə beyyət eləyiblər. Allah eləsin bu beyyətlərinə sədaqətli qalsınlar. Kufəlilər gülər üzlə qarşılayıb acı üzlə yola salırlar. Əlinin baş yarasından qanına keçən və oğlu Həsənin ciyərlərini parçalayan zəhər elə bu cəmaatın vəfasızlığının zəhəri idi. Kufə sarayından nə xəbər? Sarayın içindəki xəbərləri xanım məndən yaxşı bilər. Şozəb bu barədə bir söz danışmır? Yox, Səlma. Şozəb bu axır vaxtlarda tamamilə dəyişib. Gün-gündən acı dil və qara qabaq olur. Sakit oturub bir söz danışmır. Mən də bir söz danışanda ya qulaq asmır, ya da tikanlı sözləri ilə acılayır məni. Kimsə bizim aramıza ayrılıq kölgəsi salır. Bu işlərin hamısının səbəbkarı Mərcanənin oğludur xanım. Allah onun gözünü çıxarsın. Şozəbi də dəyişən elə odur. Böhtan, iftira atmaq, onun üçün su içmək kimidir. Bu alçaq heç Allahdan qorxur. Tövbə, eynilə Əmrasın tayıdır. Sən nəsə eşitmisən, Səlma? Nələr eşitməmişəm xanım, nələr eşitməmişəm. Nə eşitmisən, Səlma? Daha nə eşitməmişəm? Nə qədər yalanlar, nə qədər böhtanlar, iftiralar, böhtanlar. Nəysə xanım, nəysə. Sən öz körpənin fikrində ol. Bunları düşünmə, düşünmə. Səlma, sən bir şey eşitmisən? Sən soruşmazsan, mən lal olub dayanaram. Axı niyə böhtan və iftira olan bir sözü deyim sənə? Buna görə axirətdə məni yandırarlar. Vay, 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 vay. Sən mənim möminə bacımsan, Səlma. Ələvilərdənsən. Sən yalnız mənim xeyrimi düşünürsən. Sən də deməyəndən sonra bunları başqa kim desin mənə? Mən haqqımda deyilən böhtanı bilməyəndən sonra bəs sözümü necə müdafiə edə bilərəm? Heç olmasa sən məndən gizlətmə, ay bacım. İlahi, tövbə eləyirəm, təqsirimdən keç. Sən güldən də paksan, xanım. Bugün Əli aşiq olan Məsih-i Məriyanın söhbəti Küfənin Ələvi qadınlarına məsəlinə çevrilib. Şiə qadınlarından çox arzulayırlar ki, sənə bənzəsinlər, ay qız, bənzəsinlər. Səlma, məni tərifləmək lazım deyil. Təngə gəldim. De görüm, nə eşitmisən? Kaşkar olaydım, heç nə eşitməyəydim. Əziz xanımım, əlinin ruhuna and olsun. Elə ki, eşitdim səni və körpəni. Ələvilərə nisbət verirlər, ciyərim parçalandı, ürəyim dağıldı. Sənin üçün söz qoşublar. Bugün xəzinədar Şözəbin xanımı haqda gəzən söz-söhbət, Küfəni gecə-gündüz zığdıq eləyən qeybətçil arvadlarının dil əzbəri olub. İlahi, nə ağır imtihandır. Bu Əliyə olan eşqinin cəzasıdır, xanım. Əlini inkar eləsən, oğlu Hüseynə düşmən kəsilsən, gözlərində müqəddəs Məryəm olacaqsan. Ya Əli, pak uşaqlıq fitrətimlə tanıdığım İlyana, axı mən necə inkar edə bilərəm? Mənim ağam, gecə yarısı olub, əgər qalırsınızsa bir tədarük görüm. Nə tədarük? Yeməkdən, içməkdən, yorğan döşəkdən. Yox. Evdə yaxşı aş bişiriblər. Gedirəm. Salam əleyküm ağam. Əleykümə salam. Sonra? Siz sağ-salamatsız mənim ağam? Nədir, ölüm xəbərimi gözləyirdiniz? Allah eləməsin mənim ağam. Bugün yaman gec gəldiniz. Xanım da nigaran qalmışdı. Düşünürdü istefa verdiyinizə görə xəlifənin məmurları başınızı kəsirlər. Səndən xanımı məni öldürməsin, məmurların məndən işi olmaz.
Allah eləməsin, sizə bir şey olsa xanım dözə bilməz. Sözündən belə çıxır ki, xanımın mənə görə narahat edə, hə? Qabağıma çıxıb qarşılamağından gördüm ki, mənim üçün necə nigaran qalıb, dua eləyib ağlayıb. Yəqin o qədər dua eləyib ağlayıb ki, canamazın üstündə yuxu aparıb onu. Joseph. Tezliklə ata olacaq, ağıllı, kamallı bir kişi. Uşaq kimi küsüb. Buna görə səni qınamıram, Joseph. Bəlkə də böyüklərin də hərdən bir uşaqlıq eləməyə haqqı var. Amma bir şərtlə ki, özünü doğrudan da uşaq kimi aparsın. Uşaqlar tez küsürlər. Və tez bir zamanda da hər şeyi unudub barışırlar. Uşaqların qəlbi pak olur. Kin saxlamırlar. Tutaq ki, mən bir səhv eləmişəm. Nə vaxta qədər tənbih olunmalıyam? Yalandan özünü yuxuya verib xoruldama. Sən axı yatmamısan. Oyaqsan. Heç oyaq adamda xorulduyar? Joseph. Bu nə ədadı çıxarırsan, Joseph? Əda? Nə əda çıxarıram ki? Elə bu küsməyin, yalandan xoruldamağın, susmağın, tez gedib gec gəlməyin, yalandan özünü yuxuluğa vurmağın. Mən neyniyim ki, sən mənə qarşı olan bu yersiz hərəkətlərindən əl çəkəsən? Gecə yarısı məni yuxudan oyatmısan ki, sorğu-sual eləyəsən? Məyər sən bilmirsən mənə nə zülm eləmsən? Yox, bilmirəm. Mən bir neçə dəfə səndən icazəsiz məscidə getdim. Gördüm acığın gəlir. Bu işdən əl çəkdim və salam. Sən məsciddən evə gələndə yolda qulağını açıb yaxşı dinləsəydin, bilərdin mənə nə zülm olunub. Joseph, onlar bizim xoşbəxtliyimizi əlimizdən almaq üçün bu böhtanları söyləyirlər. Bədxahlar Hüseyin tərəfdarı olduğuna görə səni alçaltmaq üçün mənim pak adımı ləkələmək istəyirlər. Bəs belə, deməli anlamısan. Mariya, səninki bundan xəbərin var idi, onda bəs niyə bədxahların əlinə ipucu verirsən? Təzə müsəlman olmuş bir Məsihi qızın
Hüseyn İbn Əlinin beyyəti ilə nə işi var? Sən həmin Şovzəb deyilsən ki, Mərcanənin oğlunu Hüseynlə olan düşmənçiliyinə görə öldürmək istəyirdin? Yaxşı, İbn Ziyaddan özün bilərsən. İstəyirsən heç istifa da vermə, öz işində qal işlə. Amma qəlbinə xəyanət eləmə. Məni Hüseynə olan beyyətimdən məhrum eləməyə qəlbin necə razılaşır? Necə razılaşıram, hə? Bəs öz kabus yuxularınla məni həlakətə göndərməyə sənin qəlbin necə razı oldu? Halbuki sən bilirdin, mümkündür İbn Ziyad mənim niyyətimdən xəbərdar olub boynumu vursun. Yalandan elədiyin etirazlar da yalnız iz itirmək üçün idi. Əgər həqiqətən də bir balaca da olsa ürəyim mənim üçün yansaydı, onda dağ kimi qarşımda möhkəm dayanıb fikrimdən daşındırardın məni. Niyə eləmədin? Çünki Hüseynin canı sənin üçün öz ərinin canından daha əziz idi. Hə. Ələvilərin siyasəti elə də zəif deyil. Tərki dünya olmuş Məsihi bir qız tərəfindən Kufə xəzinəsinin başında duran bir şəxsə göndərilən bütün o eşq məktublarının hamısı yaxşı, hər tərəfli düşünülmüş fikirdir. Zahirən Məsihi olan bir qızı məmur eləyib göndəriblər ki, belə bir gün üçün Kufə xəzinədarını eşqin kəməndinə salsın. Bu yalanları kim öyrədib sənə Şovzəb? Nə danışdığını bilirsən? Tutaq ki, cənab xəzinədar zahiri Məsihi olan qızın eşqinin kəməndinə düşdü. Sonra nə olacaq? Məlumdur nə olacaq. Hüseynin himayədarı olacaq. Hüseynin düşmənlərinin düşməninə çevriləcək. Kabus və gülünc bir yuxudan ötürü Hüseyni öldürmək qəsdi olan əmiri qətlə yetirmək planını çəkən axmaq, səfi Şovzəb olacaq. Hə, görürsən? Görürsən ki, qızılın rəngindən və cingiltili səslərindən əlavə necə hər hiləni dərhal dərk eləmə hissiyatım var? Sən bu sözləri kimdən söyrənmisən? Bu sözləri aramızı ayrılıq salmaq niyyətində olan bir adam sənə öyrədib. Bu sözlər nə böhtandır, nə də ki iftira. Heç kəs də mənə öyrətməyib. Sadəcə bir həqiqətdir. Haqlıdılar. Cəmaatın min cür pis-pis fikirlər düşünməyə haqqı var. Çünki görürlər Yezidin xəzinədarının xanımı bir Hüseyn tərəfdarıdır. Mənim böyüyüm, əmirim, Kufənin hakimi Ələvilərin kölgəsinə belə ox atır. Amma xəzinədarının xanımı açıq-aşkar Hüseyn Hüseyn deyir və heç kim ona toxunmur. Bu bilirsən nə deməkdir? Hə? Bilirsən nədir? Ya mən bir qeyrət və gönüqalınam, ya əmirim əfəl və bacarıqsızdır, ya da arvadım xaindir. Son sözüm odur ki, Hüseynlə olan beyyətini inkar elə və hamının ağzını yum. Şovzəb, bu vaxta qədər hər nə istədiyini elədim. Amma bu dediyini bacarmaram. Maliya, bu nə kör-körənə inatkarlıqdır. Axı sən Hüseyn haqqında nə bilirsən ki, bu qədər ona bağlanmısan? Mən Hüseyn haqqında nə bilirəm? Bəli. Axı sən nə bilirsən ki, Hüseyn kimdir və məqsədi nədir? Hüseyn öz cəddinin dinini yaşatmaqdan ötəri göndərilib. Din sanki ruhsuz bir cəsəd kimidir. Hüseyn gəlir ki, öz həyat verici qanıyla bu cəsədi yenidən həyata qaytarsın. Hüseyn gəlir ki, zülmün kökünü bir dəfəlik kəssin və riyakarların iç üzünü açsın. Hüseyn gəlir ki, kasıblar, yoxsullar yeməksiz, yetim uşaqlarsa atasız qalmasınlar. Hüseyin iki dünya xanımının balasıdır. Peyğəmbərin cigər parası olan xanımın.
Peyğəmbər özü dəfələrlə Hüseyninin boğazından öpərək buyurub ki, o behiş cavanlarının ağasıdır. Mənim Hüseynim həmin İlya atanın oğludur ki, onu öldürəndə Kufənin bütün yetim uşaqları bir daha yetim qaldılar. Bəs niyə Ələvilərin məmuru olduğunu boynuna almırsan? Sən bu eşq, məhəbbətinlə, Hüseynə olan belə sıx bağlılığınla, bəs niyə mənim kimi yolunu azmış, tərəddüd eləyən bir adamın xanımı oldun? Niyə Yezidin çörəyini yiyən adamın süfrəsinə əyləşdin? Məni hidayət eləməyə göndərilmisən, yoxsa məndən oyuncaq kimi istifadə eləməyə? Əlinin eşqi bizi bir-birimizə yaxınlaşdırdı Şozəb. Sən hələ də mənim üçün taun tutmuş, xəstələrin arasında gördüyüm həmin Şozəbsən. Maria, bu çox ciddi xətərdir. Düşmənlərin böhtanı öz işini görür. Heç olmazsa dünyaya gələcək məsum körpəmizi düşün. Dinimiz təqiyyə eləməyə icazə verir. Müsəlman bəzi vaxt məcburiyyət qarşısında öz müsəlmançılığını dildə inkar eləyib, onu qəlbində gizlədə bilər, Maria. Təqiyyə o yerdə olar ki, ya hər hansı bir qanın tökülməsinin qarşısı alınsın, ya da hansısa bir fitnə dəf edilsin. Bugün Hüseyni inkar eləmək, onun qanının tökülməsinə bərabərdir. Mən sənin Ələvi oyunlarından artıq təngə gəlmişəm. Kaş hamilə olmayaydım. Bu artıq nifrətdir. Mənə olan nifrət. Yalançı eşqi olan nifrət. Sənin Kufənin axmaq xəzinədarına olan eşqin bu şəhərin sarayına girmək üçün bir hilə idi. Əsl axmaq mən olmuşam. Mən olmuşam ki, sənə inanmışam. Axmaq olmuşam. Axmaq. O körpənin məsələsi məni də yandırır. Çünki hələ bilinmir o kimdəndir, kimindir. Ah, lənət, lənət olsun şeytana. Ah. Maria, Maria, özün bil. Bu mənim sənə son sözümdür. Ya mən, ya da Hüseyin. Özün bil. Özün bil. Mən eşitmişdim ki, Kufə xəzinəsinə şir ürəkli elə bir şəxs nəzarət edir ki, heç bir hiləyə aldanmır və heç nə onu öz yolundan çıxara bilmir. Ay Allah, gör mənim röyalarımın şir ürəklisini nə hala salıblar. O cür ki, sən fikrə dalmısan, xəzinəni silib süpürüb aparsalar belə bilməzsən. Al, mən bu kisəni sənin gözünün qabağında çırpışdırdım. Halım pisdir, Hümeyra. Halım pisdir. Deməli, Kufənin qeybətçil qadınları axır ki, səni məğlub eləyə bildilər Şozəb. Bir çoxlarının səni görməyə gözləri yoxdur. Şozəb, yaddan çıxarma ki, sənin düzgün əmanətdarlığın bir çox tamahkar dünyapərəstlərə möhkəm zərbə indirib.
Ona görə də böhtan və iftira ilə belini bükmək istəyirlər. Əgər əmanətçil Şozəb olmasa, xəzinə hər an qızılları ələ keçirməyə can atan bir dəstə dünyapərəst oğruların əhatəsində qalacaq. Qalx ayağa, belini bükmə. Bacarmıram Hümeyra, bacarmıram. Belim sınıb. Sənin sözün düz çıxdı. Mariya məni Hüseyin İbn Əliyə satdı. Ah, sən nə qədər sadəlövsən. Hə. Mən ona təəccüblənirəm ki, sən bu xəzinəyə 15 il necə rəhbərlik eləmisən. Səni aldatmaq su içmək kimi asandır. Mariya səni satmayıb, ay 40 yaşlı uşaq. Mariya səni xilas eləmək üçün göndərilib. Xilas eləsin. Nədən? Dünyanın məngənəsindən, şeytani qüvvələrdən, zəlalət və azğınlıqdan. O gəlib ki, sənin ruhunu təmizləyib, özü ilə ərşə aparsın, yuxarılara. Necə ki, mən 15 il bundan əvvəl səni oradan aşağı çəkmişdim. Kül olsun mənim başıma ki, qadınların əlində oyun oyuncağı olmuşam. Kül başıma. Yəni mən bu qədər axmaq olmuşam və bunu anlamamışam. Nə əcəb özünü bəşəriyyətin atası ilə müqayisə eləmirsən? Müqəddəs kitabları oxumamısan? Adəmi aldadan ilan deyildi, qadın idi. Həqiqətən də qadınların hiləsi böyükdür. Mən özüm qadın olsam da bu xarab cinsimə nifrət eləyirəm Şozəb. Nifrin olsun xarab zatınıza. Çünki zahiriniz də, batininiz də bəladır. Hesab kitabın mən düşündüyüm qədər çox da dəqiq deyil, cənab xəzinədar. İnsaf və ədalətin də heç də elə ürək açan deyil. Çalış heç olmasa xanımın Mariya barəsində insafsızlıq eləməyəsən. O sənin oğlan eşqinə görə ölümü belə göz aldı. Yadında deyil, onu yandırmaq istəyirdilər. Mariyanın fədakarlığı Hüseyinə olan eşqinə görədir. Mən bunu dünən axşam onun gözlərində oxudum. Əlbəttə, öz dili ilə də təsdiqlədi. O hamilə olduğuna görə peşmandı. Deməli, Məsihi qız bütün bu zirəkliyi ilə belə özünü faş elədi. Acından az qalır ürəyim geçsin. Gəlmək olar ya əmiş, gələ bilərəm? Gəldin Məqəlcan? Bəli, Hoş əmiş. gəlmisən. İstəmirdin gəlib, istəmirdinsə de qayıdım. Özümü əli tərəfdarına oxşatmaqdan lap əldən düşdüm. Bu neçə gündə ancaq oruç tutmuşam. İftara da yediyim ya 2 dənə xurma olub, ya da duz çörək. Doğrudan da ələvi olmaq nə çox çətindim. Elədir. Çox çətindir. Ye Məqəl, ye. Nuş olsun. Yaxşı yağlı ətdir, ye, hamısını ye. Biraz yavaş ye, nə xəbərdir, boğazında qalar. Hə, Məqəlcan, bu neçə gün ki burada yoxdun, özümü yetim kimi hiss eləyirdim. İndi başa düşürəm ki, sən mənim üçün nə qədər qiymətlisən. Doğrudan? Buna deyirlər əsr yalan. Ay, lənətə gəlmiş bir şərəf. Ay, lənətə gəlmiş bir həya. Necə? Özümə deyirdim, əmir. Özünü deyirdin? Bəli, özümə deyirdim. Yaxşı Məqəl, danış görüm hardaydın, niyə belə gec gəldin? Qoy bir kitkəyim sonra. Nə soruşursan, soruş. Görəsən mən nə qədər gözləməliyəm ki, bu boş qarnın dolsun. Yaxşı, həm ye, həm də danış. Ağzım dolu daxım. Onda əvvəl de, sonra ye. Sən heç kimə havaya heç nə vermirsən. Əvvəl de, sonra ye. Ay tərxək. Yəqin əli boş gəlsəm heç yeməyə də qoymazsan, hə? Əli boş gəlsən. Əli boş gəlsən, bu boş qarnı yırtıb bağırsaqlarını yerə tökərəm. Tez ol danış görüm, yığdın məni boğaza.
Qorxma, qorxma. Əli dolu gəlmişəm. Yaxşı da Amma bir görüm. şərtlə ki, sevincdən qəş eləyib yıxılmayasan. Çünki səni ayatmağa halım yoxdur. De görüm. İbni Əqillə görüşdüm. Düz deyirsən. And olsun canım əmir. Ey lənətə gəlmiş bir şərəf. Ay lənətə gəlmiş bir şərəf. Məgərcan, indi İbn Əqil hardadır? Hardadır? Hı. Bu dəqiqə... Oy, aman Allah, bəs hardadır? Gördün nə oldu? Nə oldu ki? Cibimdəydi. Cibim deşik olduğu üçün düşüb. Ay! Tez ol danış görüm. Məni hövsələdən çıxartma. Mənimlə məzələnmə zarafatın vaxtı deyil. Bu qədər uzatma. De! Onsuz da sən olmadığın bu neçə gündə bir neçə səhvə yol vermişəm. Ürəyimi çəkmədi. Deməli, mənim yoxluğumda yenə də nəsə xətəkarlıq Özü də eləmişsən. necə, özü də necə yaxşı de. Xatalarının biri barəsində eşitmişəm. Ha? Sənə kim dedi ki, Haninin evinə gedəsən, hə? Yox, o ki xata deyildi. Getməyim hələ yaxşı oldu. Doğrudan sənə elə gəlir. Əgər İbni Əqilin mərdliyi olmasaydı, indi yəqin sənin üçün Yasin oxuyub, halvanı yeyirdik, bəli. Sənin başın xarab olub baxmaq. Bizim Haninin görüşünə getməyimizin İbn Əqilin mərdliyinə nə dəxli var? Ay başı boşuna adam. İbni Əqil Haninin evindədir. Səni öldürmək istəyirdilər. Necə? Eşitdiyin kimi. Yox. Taleyin qismətidir ki, mən oradan sağ çıxım. Məni öldürsəydilər qarşılarında artıq mani olmayacaqdı. Bəxtin gətirib ki, son dəqiqələrdə səni öldürmək istəyən İbn Əqilin yadına əmisi Əlinin alicənablığı və mərdliyi düşür və heç bir köməyi olmayan qonağı öldürmək fikrindən daşınır. Görəsən doğrudan İbn Əqil orada olub? Bəli, arxa otaqda gizlənibmiş. İbn Əqil hələ də Haninin evindədir. Ancaq tələs, nə qədər ki məndən xəbərdar olmayıblar, işi bitir. Mümkündür ki, mənim qəfildən gözdən itməyimdən şübhəyə düşərlər və İbn Əqilin yerini dəyişərlər. İndi yeməyimi yeyə bilər, hə? Yəni bu mümkündür. Nə? Mən xəzinədar Şözəbin təklifi ilə Haninin görüşünə getdim. Olmuyor, onun da bu hilədə əli var. Ay, hay. Küfə cəmaatının min cür üzü var. Bu şəhərdə heç gözünün bəbəyi olan adama da etibar eləmə. Şözəbin Hüseynlə döyüşməyimizə müxalif olmağında şübhəm yoxdur. Çünki bunu onun gözlərindən oxumuşam. Amma məni qarşı xəyanətkarlıq eləməsinə şübhə eləyirəm. Xəzinədar Şozəb ki sənin çəngindədir. Əsas İbn Əqili düşün ki aradan çıxmasın. Hə. Hardadır? Hər yeri axtarın. Aç görüm. Aç. Bu nə biabırçılıqdır. İbn Ziyad artıq belə qudurub ki, müsəlmanlara qarşı hörmətsizlik eləyir. Müsəlmanların əmin-amanlığını pozur. Sizin kimi itləri biz Əhl-i Beyt tərəfdarlarının üstünə göndərir. Ah, lənət olsun belə bir qeyrətliyə. Davadır. Davadır şeyx, dava. Allah bu zalim nəslinin kökünü kəssin. Niyə narahat olursan şeyx? Mənə göstəriş verilib ki, bu evin hər bir otağını axtarım. Kimsə sizin öz içinizdən satqınlıq eləyib. Əmirə xəbər veriblər ki, İbni Əqil bu evdə gizlənib. Bura döyüş meydanıdır, qoşun çəkib gəlmisən dinsiz. Yox, oyun meydanıdır. Hardan bilirsən ki, mən dinsizəm? Bu sözünə görə qiyamət günü yaxandan yapışıb buraxmasam xoşuna gələr? Sən şeyxsən, imanın möhkəmdir deyə gərək bizim hamımıza ağzına gələni deyib biabır eləməlisən?
İndi mən cənabınıza ürəyim istəyəni desəm, yaxşı olar bu? Bərəkallah ərəb. Afərin sənə müsəlman. Bəs ərəblik qeyrətin hardadır? Müsəlmançılıq ədəbin hanı? Heç müsəlmançılıqdandırmı ki, qəfildən cəmaatın evinə hücum çəkirsən? Qapını sındırıb qadınların başının çadırasını çıxarırsan? Çox şişitmə, şeyx, çox şişitmə. Biz nə vaxt qapı sındırıb qadınların çadırasını çıxartdıq? Əmirin birbaşa göstərişidir ki, evdəki qadınları da yoxlayaq. Çünki mümkündür İbn Əqil çadır altında gizləsin. Halal haramı əmirin boynuna. Elə ki, özün onunla görüşdün, nə mübahisən var eləyərsən. Əlbəttə, bu söz mübahisəsində qalib də gələ bilərsən. Gəlin kömək eləyin cənab Hanə Əbasını geyinsin. Onu özümüzdən aparırıq. Xanım, evimiz yıxıldı. Evimiz yıxıldı ay qız. Gəlin xanım hardadır ay Sakit ol xanım. xalacan. Gəl otur biraz dincini al. Sən hər dəfə gələndə həmişə qorxulu, bəd xəbərlə gəlirsən. Yaxşı, indi kim yetim qalıb? Küfə yetim qalıb. Necə? Utanmırsan mənim haqqımda belə sözlər danışırsan həyasız? Kimdir bədxəbər, hə? Zarafat eləyirəm Səlmə xala. Sən saadət və xoşbəxtlik göyərçinisən. Xoş o evin sakinlərinin halına ki, onun damına sən qonasan. Yaxşı, bəsdir görək. Göd özünü dola. Görəsən sən ağ rəngli olsaydı hansı dağı dağısına qoyacaqdın? De görüm evin xanımı hardadır, qara bibə. Nəsə baş verib Səlma? Evimiz yıxıldı xanım, evimiz yıxıldı. Bədbəxt olduq ay xanım. Mərcanənin oğlu axır göz işini gördü. Əskərlər tökürdülər Haninin evinə, vurdular, yıxdılar, dağıtdılar. Hanini öldürmək istəyirlər. Əlimə təyin ay xanım. Cənab xəzinədarı dilə tut ki, bəlkə İbn Ziyadı Hanini öldürməkdən çəkindirdi. O cənab xəzinədarın sözünü eşidir. Sən Allah ay xanım, ümid yalnız sənə və cənab xəzinədaradır. Qoymun Hanini öldürsünlər ay xanım, qurban olur. Reyhani. Ay xanım. Mənim əba və ribəndimi gətir. Yaxşı vaxtda dadıma çatdın, Hümeyra. Az qalmışdı ki, Məsihi qızın uydurduğu kabus yuxu üzündən başımı əldən verim. Sən indiyə qədər 2 dəfə mənim canımı ölümdən qurtarmısan. Sənin kimi imkanlı şəxsə yaraşmaz ki, kiməsə boşlu qalıb, canının qiymətini ödəməsin. Canımın qiymətini nə ilə ödəyə bilərəm? Kisə qızılla? Yox, bu insafsızlıq olar. Canı yalnız canla almaq olar, xanım. Bugündən etibarən bütün ömrümü sənə bağışlayıram. Hər nə istəsən, onu da elə. Mən öz hörüklərimlə sənin dar ağacının kəndirini toxumuşam. Amma əfsus ki, boğazında Məsihi qızın kəndiri var. Ay şeytan, and olsun Allaha. Çox qısa bir zamanda o qadını evimdən atacağım çölə. Ay aman, Allah öldürsün məni. Allah eləməsin. Bu nə sözdür belə? Allah səni istəməyənləri öldürsün. Axı, niyə hər acı həqiqəti mən sənə deməliyəm, Şozəb? Nə demək istəyirsən, Ümeyra? Onlar Məryəmə gülərlər. Deyərlər qız uşağında 9 aylıq qarın necə yarana bilər axı? Heç kim inanmaz. Məryəmsə yalnız vücudunu bürümüş və onu hamilə edən nurdan, Allahın Peyğəmbəri İsa Məsihə hamilə olmağından onlara danışar. Sən bu kinayəli sözlərinlə nə demək istəyirsən, Ümeyra? Sən heç bilirsən Müslim ibn Əqil dəqiq nə vaxt Kufəyə daxil olub? Kəs səsini Hümeyra. Səni gözləyirdim, amma bu tezliklə yox. Düzdür, paxıllıqdan məni gözün götürməyə bilər. Amma bətnimdəki bu məsum körpəni mərdlikdə ərəblər içində şöhrət qazanmış şəxsin adına çıxarmaq yalnız şeytan əməlidir. Kaş bu pis əməllərinin qarşılığında daha yaxşı bir mükafat tələb eləyərdin. Qarşındakı bu bədbəxt və nankör kişinin
bir pişik qədər də qiymət yoxdur. Kəs səsini Maria. Sənin burada nə Özün işin var? kəs səsini Şozəb. Mənim ismət və paklığımı hər yoldan ötən qadının baxışına satdın. Lənət olsun sənə. Lənət o daş ürəyinə. O daş ürəyinə. Qulaq as Yəhudi qızı. Sən 15 il görüşmək ümidi ilə bu bədbəxti xəyanətə sürükləyib yoxa çıxdın. Harda itbat olmuşdunsa, onu bir Allah bilir. Çünki mən sənin babalını yuya bilmərəm. Amma mən bu kişidə öz uşaqlıq xatirələrimdən bir nişanə gördüm. Onu ədalətdə misli bərabər olmayan şəxsi mürid olaraq gördüm. Amma əfsus, səhv görmüşəm. Səhv. Neynəmək olar? Bəşər övladı xatakardır. Hərdən bəzi şeylər insanın gözünü tutur, haqqı görmür. Götür, bu gözü kör pişik öz qismətin olsun. İstəsən boynuna zərli halqa salıb, ölənə qədər öz yanında saxlaya bilərsən. Amma əgər düşünürsənsə səni xoşbəxt eləyəcək bir kişini əldə eləmirsən, çox böyük səhv eləyirsən. باور کن تنها ماندی دلا. Film 2008-ci ildə dublyaj olunmuşdur. Filmi tərcümə edənlər Ceyhun Cəfərov, Yusif Bağırov, Kamran Nəcəfov, Mais Ağaverdiyev, Mehrab Xəlilov. Dublyajın rejissorları Vüqar Camalzadə və Mahir İbrahimov. Redaktor Kamran Nəcəfov. Səs rejissoru Eldar Məmmədov. Filmi səsləndirdilər Səidə Quliyeva, Almaz Amanova, Mətanət Atakişiyeva, Şəhla Əliqızı, Ofeliya Məmmədova, İlham Əskərov, Hacı İsmailov, Kazım Abdullayev, Pərviz Bağırov, Abbas Qəhrəmanov, Qədir Hüseyn İsmailov, Rəşid Səməndər, Məzahir Cəlilov, Azad Şükürov, Mahir Mirişov, Elşən Rüstəmov. بی باور بی یقین